Salam dostlar, əziz və hörmətli şagirdlər. Bugündən etibarən artıq olimpiada çalışmalarımıza başlayırıq. Xəbər verdiyimiz kimi əslində uzun bir zamandır çalışmalarımız davam edir. Amma bugündən etibarən sosial şəbəkələrdə başda YouTube olmaqla bütün çalışmalarımızı mövzulara görə, sual paylaşımları və ya mövzu izahatına görə sizlərlə paylaşmış olacağız. Mən aşağı sinifdən üzü yuxarıya doğru müəyyən seçilmiş həm matematikaya aid, riyaziyyata aid, cəbrə aid, həm həndəsəyə aid ayrı paylaşımlar etmiş olacağam. Çoxədillərə aid özüm başlamaq istədim. Əslində çoxədillərə aid yuxarı siniflərdə 10-11-də çox gözəl sual tipləri var. Amma 7-lərin də çox ehtiyacı olduğu üçün mən fərqli-fərqli zamanlarda çoxədillərə aid hissə-hissə həm mövzu olaraq, həm sual tipləri olaraq sizlərə paylaşımlar edəcəyəm. İnşallah. Çox ədlərdə əslində bu video çəkimimdə mən həm çubuqlu bölməni, həm də belə bir nümunəvi bir sualı mən sizinlə paylaşmaq istəyirəm. Özümdən elə belə kvadrat üçədli deyim yazmış oluram. Mən qismətin və qalığın ayrı-ayrı tapılmalarına dair nümunələr paylaşmış olacağım. Bu videomda mən çubuqlu bölmənin ədədlər üzərində deyil, ifadələr üzərində sadə bir nümunəsini özümdən belə bir çox ədli yazmış olum. Həm də nümunəni vermiş olum. Ümumiyyətlə, çoxədlin standart şəkli onun dərəcələrinin böyükdən kiçiyə doğru düzülüşünə deyildiyini siz aşağı sinifdə keçmişsiniz. X kvadratı, bunu niyə ki standart şəkildə yazırıq? Birincini birinciyə, yəni böyüyü böyüyə, x kvadratını x-a böldüyüm zaman x olur. Amma vurduğumuz zaman x kvadrat çıxılsın 2x kimi yuxarıya nə eləmiş oluruq? Durun, mənfi 3x üstə 2x, mənfi x, minus 5, mənfi x x-a böləndə mənfi 1, mənfi x üstə gəlinsin nə olur? 2 olur. X-lar getdilər, məsələn, mənfi 5 minus 2, qalıq nə qalmış oldu? Mənfi 7 olmuş oldu. Belə bir sadə nümunəni sizlərlə paylaşmış oldum, amma məsələn üçün bu 5 nömrəli sualda mən fərqli-fərqli müfrədatlardan sizə suallar paylaşmış olacağım. 5 nömrəli sualı şagirdlər ilk dəfə gördüyü zaman, tabii birinci tura gələn sual tiplərindəndir bu. Gördükləri zaman normal olaraq axla ilk gələn nədir? Çox ədini çox ədliyə bölərəm, yerinə Q1-i x, yəni tapmış olaram da x-in yerinə 1 qoymuş. Mən nə etmiş olaram? Əslində bölünəni tapa bilmək üçün x də gəl 1, biraz sıxışdı buraya, qx. Üstə gəlinsin k deyəlim. Bu buraya sıxışmış oldu biraz. Aha, x-in yerinə əvvəlcə mən mənfi 1-i qoyub, k-nı görüm. Mənfi 1, mənfi 1, üstə gəl 1, çıx 3. Bura əlbəttə ki, sıfıra getdi. Özüm buranı çevirdim. K nəyə bərabərdir şagirdlər buradan? Birlər getmiş oldu mənfi 4-ə. Yəni buradan K minus 4 ilə çoxədlim polinomun mənfi 4 ilə bitmiş oldu. İndi məndən Q1 istədiyinə görə bütün bərabərlikdə bu rəngi dəyişim mən. Bir qoyuram ki, Q1-i görüm. 1, 1, 1, 3. Biri qoyduğumuz zaman 2Q1 çıxılsın 4 oldu. İndi 3, 3, 6, 6'ya bərabərdir. 2Q1 bərabərdir 10'a. Q1 də nəyə bərabərdir? 5'ə, yəni D bəndi olmuş oldu. Belə bir çoxədli sualını sizə göstərmiş oldum.